Orta rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov şəhid ailələrinin üzvləri ilə birgə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad edib. Bu məqsədlə Göyçay şəhər Şəhidlər Xiyabanına təşkil olunan ziyarət zamanı şəhid məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna ehtiram, qəhrəmanlıqlarına isə minnətdarlıq ifadə olunub. Vətən uğrunda canından keçən hər bir igidin xatirəsi xalqımızın yaddaşında daim yaşayacağı xüsusilə vurğulanıb. Biz bu müqəddəs yurdun övladları olaraq Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət, onların ailə üzvlərinə isə səbir və güc diləyirik. Qəhrəmanlarımızın ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu vətən sevgisini daim qəlbimizdə yaşadırıq.